Esselamu Aleyküm. Bugün mən sizlərə Allah üçün bir şeylər eləmənin, Allah üçün bir insanlara bir fayda toxundurmalı faydasından sizlərə bəhs etmək istəyirəm. Yəni bəzən biz elə zənnirik ki, hə mən filan kəsə belə yaxşılıq elədim, mən belə gözəl əməllər elədim, belə işlər elədim. Ön öncə onu deyim ki, məni burada bir kənara qoymalıyıq. Biz burada heç bir şey eləmirik. İlk öncə hər bir şey nəsib edən Allahdır, qismət edən Allahdır. O sizə bəzi qabiliyyətləri verən, bəzi gözəllikləri bəxş edən Allahdır. Bizim burada əslində rolumuz çox zəifdir. Yəni burada kibirlənməyimizin və yaxud da digər başqa bir mənfi bir şeylərin heç bir əhəmiyyəti yoxdur, heç bir yeri yoxdur. Biz o yaxşılığı eləməsək belə, əgər şu qarşımızdakı insanın buna ehtiyacı varsa və yaxud da ki Allahın bu dində bəzi bir xidmətlərə ehtiyacı varsa, bu zaman Allah onsuz da başqa bir insanda yetirir yəni. Bizim orada rolumuz əslində çox zəifdir. Yəni biz olsaq da, olmasaq da Allah bir gözəl bir şeyin olmağını istəyirsə, bir insana bir faydanın toxunmağını istəyirsə, hər bir şəkildə Allah onu eləyəndir. Yine də sizlər üçün Allah üçün bir şeylər eləmənin sizin üçün gözəl faydalarından bəslənmək istəyirəm. Quran-Kərimdə Rəbbimizin buyurduğu kimi, kim nə yaxşılıq eləsə öz xeyrinədir, pislik eləsə də öz ziyanınadır. İnan ki, yəni bir yaxşılıq elədiyiniz zaman əslində siz qarşınızdakı insana eləmiş olmursunuz. Allah üçün bir xidmət elədiyiniz zaman əslində yəni başqalarına fayda toxundurmursunuz. Sizin iş burada faydanız özünüz üçündür. Və bəzən də insanların belə bir yanlış düşüncəsi var ki, hə, heç kim yaxşılığa layiq deyil, heç kim buna layiq deyil, heç kimə nəsə eləməyinə dəymir. Yəni dediyim üçün biz onsuz da heç kim üçün eləmirik, biz özümüz üçün eləyirik, biz Allah üçün eləyirik. Yəni belə düşüncələrin, belə şeylərin eləməyin heç bir yəni mənası yoxdur əslində. Baxın, yəni o qədər yaşayan var ki, bunu sizlərə belə bir örnək verim ki, məsələn, gedərsiniz bir dənə bacınız üçün, bir qardaşınız üçün bir yaxşılıq eləyərsiniz. Məsələn, nə deyim sizə? Həyatında bəzi problemlər var, bəzi sıxıntılar var. Onunla danışarsınız, onun həll olunması üçün ona kömək eləyərsiniz və bir də baxarsınız ki, sizin həyatınızda heç bir sıxıntı qalmayıb. Siz ona kömək elədiniz deyə Allah da sizin həyatınızı yoluna qoyar. Və ən çox edilən bəhanələrdən biri də ki, vaxtım yoxdur, buna çatamıram, bunu eləyəmirəm deyib bəzi o yaxşı işlərdən geri dururuq ha. Və bəzən də Allah üçün bir vaxt ayırarsınız, bir gözəl yaxşılıq eləyərsiniz, bir ibadətinizi eləyərsiniz. Allah sizin vaxtınızı elə bərəkətləndirər ki, bütün hər şeyə çata bilərsiniz. Hətta yəni boş vaxtınız belə qalar. Vaxtım yoxdur sözü və bəzi bəhanələr gətirmək o qədər ağırdır ki, həqiqətən yəni insan o qədər ağır təsir edir ki, bizi yaradan Allah bizim yəni halımızdan xəbərsiz idi mi, haşasın marşa. Bizim belə dünyaya dalacağımızdan, bizim vaxtımızın hər şeyə çatmayacağından xəbərsiz idi mi ki, yəni bizə belə bir nəzəriyyətdən verib. Təbii ki, xəbərdar idi. Bir də ki, bizim bəzi imtahanlarımız olacaq, bəzi işlərimiz olacaq, bəzi güclərimiz olacaq. Yəni buna rəğmən bizə bu məsuliyyətləri veribdi, bu gözəl işləri bəxş edibdi. Nə qədər ki Allahdan uzaq qalacağıq, o qədər həyatımız alt-üst olacaq. O qədər yəni heç bir şeyə vaxt çatdırıb bilməyəcəyik. Amma nə qədər ki Allaha yaxın olacağıq, nə qədər ki Allah üçün bir şeylər eləməyə çalışacağıq, yavaş-yavaş həyatımız düzənə gedəcək, hər şey yoluna düşəcək, vaxtımız genişlənəcək deyə hər şeyə çata biləcəyik. İnan o qədər şahid olmuşuq ki buna. Hətta sizə belə bir örnək verim. Bir dəfəsində bir bacımız var idi. Allah üçün bir şey eləmək lazım oldu və onu eləyəcək insan da həmin o bacımız idi. Dedi ki, bir anda fikirləşdi, mənim vaxtım yox, baxın, mən bunu necə çatdıracağam, mən necə edəcəm, işlərim kəsəb nəslində məsələn. Allah təvəkküllərlə dedi ki, Allah mənə kömək olar, Allah mənim üçün yəni şərait yaradar və həmin o Allah üçün elədiyi şey başlamaz həyatı yəni yoluna girdi, bütün işləri yoluna düşdü, hətta vaxtı yəni genişləndi, həm o işi eləyə bildi, həm də digər elədiyi şeyləri də çox gözəl şəkildə eləyə bildi. Yenə təkrar edirəm ki, bizi yaradan Rəbbimiz bizim halımızdan xəbərdardır, bizim bəzi şeylərə çata bilməməyimizdən, vaxtımızın olmamasından xəbərdardır. Yəni məncə bu bəhanələri bir kənara qoyaq. Sizə dediyim kimi Allah üçün nə qədər bir şey eləsəniz o qədər həyatımız yoluna düşəcəkdir. Və Allahın üzərinə çıxacağımız zaman biz bu bəhanələrin heç birini deyə bilməyəcəyik. Əgər ki deyə biləcəksə, hə, onu da dünyaya dalmağa, Allahdan uzaq yaşamağa davam edək.